Əziz oxucular, bugünkü onlayn dərsimizdə mən sizləri Abituriyent jurnalının 2012-ci il 1-ci sayında 1-ci və 2-ci qrup abituriyentlər üçün riyaziyyatdan verilmiş bəzi test nümunələri onların həlli ilə tanış edəcəyim. Məsələ 2. Göründüyü kimi məsələnin mətni oxuyuram sizin üçün. 24 litr təmiz spirtlə dolu qabdan müəyyən miqdarda spirt götürülüb, qaba su ilə doldurdular. Yəni, qabda 24 litr təmiz spirt var. Bu qabdan müəyyən qədər su götürürlər və bunun yerinə, götürmüş spirtin yerinə əlavə olaraq su tökürlər, qab dolur. Alınmış qarışıqdan yenə həmən miqdarda götürülür, qab su ilə yenidən doldurulur. Doldurulduqdan sonra qatışıqda spirt 64% oldu. Hər dəfə neçə litr su əlavə olunur, qaba nə qədər su əlavə olunur, bu məsələni həll etmək lazımdır. Deməli, belə danışaq da, məsələni mən daha uyğun şəkildə həll etmək istəyirəm. Yəni, bu 24 litr əvəzinə mən elə hesab edirəm ki, qabda A litr spirt var və proses təkrar olunub, yəni bundan müəyyən qədər spirt götürülüb, yerinə isə su doldurulub. Alınmış qarışıqdan yenə həmən miqdarda qarışıq götürülüb və yerinə su ilə doldurulub və nəticədə alınmış qarışıqda spirt 64% olur. Nə qədər su əlavə olduğunu tapmalıyıq. Fərz edək ki, qabdan hər dəfə x litr su, yəni hər qabdan x litr su götürülmüşdür. Yəni birinci dəfə qabdan x litr spirt götürülüb, onda qabda A-x litr spirt qalacaq. Bu A-x litr spirtin üzərinə yenə də biz x qədər su tökəndən sonra qabda qatışığın miqdarı yenə A qədər olmuşdur, A litr olmuşdur. Beləliklə, A litr spirtdə A-x qədər spirt var. Onda biz birinci halda tapmalıyıq ki, 1 litrdə olan spirtin miqdarı nə qədərdir? 1 litr qarışıqda olan spirtin miqdarı nə qədərdir? Aydındır ki, o A-x bölünsün A-ya bərabərdir. Yəni, bir halda ki, A qədər qarışığın A-x qədəri təmiz spirtdir, onda 1 litr qarışıqda olan spirtin miqdarı A-x bölünsün A olacaqdır. Yenə də burada biz su əlavə etdik, yenə də qarışığın miqdarı oldu A və bu qarışıqdan biz ikinci dəfə nə qədər spirt götürdüyünü tapmalıyıq. Əgər 1 litr qarışıqda A-da A-x qədər təmiz spirt varsa, bu da təbii ki, x qədər qarışıqda x vurulsun A-x qədər təmiz spirt olacaq. Qarışıqda A-x qədər təmiz spirt olduğu üçün, deməli, birinci dəfə x qədər götürmüşdük, qabda A-x qədər spirt qalmışdı. İkinci dəfə isə biz qatışıqdan x vurulsun, A-x bölünsün A qədər spirt götürmüşdük. Bunda təbii ki, qatışıqda ikinci dəfə A-x minus A-da, bunların yerini dəyişirəm, A-x vurulsun x qədər spirt qalar. Buradan ifadəni çevirsək, A-x-i böyütəcək xaricinə çıxarsaq, A-x-i böyütəcək xaricinə çıxarsaq, A-x çıxsa böyütəcək xaricinə, qalar 1 minus x bölünsün A. Bunu da bir qədər sadələşdirsək, biz alarıq A minus x
vurulsun A-da A minus x. Bu da beraberdir A-da A minus x'in kvadratı. Beləliklə, bu proses 2 dəfə həyata keçirildikdən sonra A qədər spirt olan qabda, yəni ilk tutumu A qədər olan qabda A minus x-in kvadratı bölünsün A qədər spirt qalacaq. A qədər məhlulda, belə deyək də, A-da A minus x-in kvadratı qədər təmiz spirt olduğu üçün aydındır ki, bu spirtin faizi, yəni bax, A minus x kvadrat bölünsün A qədər spirtin faizi A minus x-in kvadratı bölünsün A vurulsun 100% olacaq. Ki, bu da məsələnin şərtinə görə B faizə bərabərdir. B faizə bərabərdir. Biz indi təbii ki, x-i tapmaq üçün biz bu tənliyi həll etməklə məşğul olmalıyıq. Bölmə əməlini yerinə yetirsək, deməli, alarıq ki, A minus x kvadrat bölünsün A kvadrat bərabərdir B bölünsün 100%. Faizlər ixtisar geçsə, bölünsün 100 qalardır. Hər iki tərəfdən kvadrat köşə alsaq, A minus x bölünsün A bərabərdir. Yenə deyirəm, hər iki tərəfdən kvadrat köşə alsaq, onda kök altında B ifadəsini alarıq ki, buradan da alarıq A minus x bərabərdir. Onda A kök altında B və x bərabərdir. Bu tənliyi həll etsək, çətin proses deyil, bu tənliyi həll etmək. X bərabərdir A minus onda A kök altında B. Bunu da bir qədər sadələşdirsək, orta uzun bölgədə fayda çıxarsaq və ya, onda A vurulsun 1 minus kök altında B ifadəsini alarıq. Yəni, biz daha ümumi düstur aldıq məsələ üçün. Xüsusi olaraq A 24, B 64% olduğunu nəzərə alsaq, 64 olduğunu nəzərə alsaq, bizim məsələ üçün məsələnin cavabı bərabər olar. A-nın əvəzində 24, B-nin əvəzində 64 yazsaq, bərabərdir 24 olsun 1 minus yəqin ki 64-dən kök 8 çıxmaq aydındır. Bölünsün 10. Burada bunların yerini dəyişməliyik. Bu da bərabərdir. Yeddini 24'den 1'den 8 çıkınca 7 kalır. Mənfi 7. Mənfiden 2. 7, 4'ün 28. 7'nin 28. 7 2'nin 14, 16 tam. Ona bölmeyi nəzərə alsaq, 16, 18 litr olduğunu görək. Yəni x 16, 18 litrə bərabərdir. Diqqətimizə görə sağ olun.